Bəybala xan Kişiyev 1939-cu ildə Sabirabadda anadan olub. O uzun illər Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərib. Bəybala xan Kişiyev maliyyə kredit sahəsində dərin bilik və təcrübəsi ilə tanınıb. O ömrünün 51 ilini yüksək ixtisaslı iqtisadçı kimi iqtisadçı kadrların hazırlanmasına sərf edib. Bəybala xan Kişiyev maliyyə sahəsində Azərbaycanın ilk professorudur. O həmçinin Azərbaycan Respublikasının əməkdar iqtisadçısı fəxri adına layiq görülüb. Professorun elmi irsi olduqca zəngindir. O 2 dərslik, 12 tədris vəsaiti, 12 tədris proqramı və 100-dən çox elmi məqalənin müəllifidir. Onun əsərləri xüsusilə pul, kredit və banklar, büdcə uçotu, maliyyə nəzarəti və sığorta işi kimi fənlər üzrə yazılmış dərslik və tədris vəsaitləri ali məktəb tələbələrinin maliyyə biliklərinin formalaşmasında əvəzsiz rol oynayıb. Professor eyni zamanda Türkiyə, Rusiya, Fransa, Yaponiya və digər ölkələrdə keçirilən konfrans və seminarlarda Azərbaycan elmini beynəlxalq səviyyədə təmsil edib. Görkəmli alim 75 yaşında 2015-ci ildə dünyasını dəyişib. 90 FM